Biz idmandan danışacağıq, çünki idman hər zaman arzu olunan bir istiqamətdir. Çünki idmanla qalanda həm sağlam qalırsan, həm də formada olursan və hazırda biz Uşu idman növündən danışacağıq. Uşu üzrə gənclərdən ibarət yığma komandanın baş məşqçisi, Uşu üzrə 6 qat Avropa çempionu Elçin Eminov bizdən bərabərdir. Sabahınız xeyir olsun, xoş gəlmişsiniz. Elçin bəy, xoş gəlmişsiniz, sabahınız xeyir olsun. Necəsiz, əhvalınız bu səhər necədir? Sağ olun, çox sağ olun. Mən də sizə və tamaşaçılara salamlayıram. Çox sağ olun. Bizə dəstək olduğunuz üçün sizə təşəkkürümü bildirirəm. Biz sizə təşəkkür edirik, çünki qazandığınız nailiyyətlər və bugünkü gündə aşıladığınız bu idman növü əslində gənclər üçün də bir motivasiyada onların gələcək uğurlarının təminatıdır. Ümumiyyətlə, Uşu idman növünə ölkəmiz üzrə nəzər saldıqda ümumi mənzərə baxımından nə deyə bilərik? Bu idman növünə maraq çoxdurmu? Bəli, bu idman növü ümumiyyətcə Azərbaycanda 1989-cu ildə Azər müəllimin, Azər Həsən Soyun rəhbəri altında yaranıb. Azər müəllim gətirmiş bu idman növünü. 89-cu ildən bu yana bir neçə illər keçməsinə baxmayaraq, Azərbaycanda çox populyar idman növüdür. Bir neçə Avropa çempionatında çempion olmuş idmançılarımız var. Dünya çempionatında medal qazanan idmançılarımız var. Bu yaxınlarda da biz həmən beynəlxalq turnirlərdən qayıtmışıq. 28 fevral 2 mart Yunanistanın Afina şəhərində keçirilən beynəlxalq turnirə qatılmışdıq. 8 idmançı ilə biz bu yarışda iştirak edirdik və 8 idmançıdan 5 qızıl medal, 2 gümüş və 1 medalla biz ölkəmizə qayıtdıq. Və gənclərimiz çox yaxşı döyüşlər göstərdilər, Azərbaycan layığımızı təmsil edilər. Onlardan Zahir Quluzadədir, Azad Hümbətovdur, Dəyyanlı Hüseyndir, İbrahimov Xəyaldır, yəni qızıl medallar qazandılar, ölkəmizi çox yaxşı təmsil edilər. Aferin bizim idmançılara, əhsən. Bəli, və bundan sonra bizim Jianjin şəhərində dünya kuboku oldu. Yəni mən özüm də həmən yarışda 60 kiloqramda ölkəmizi təmsil edim. Mən bu yarışa 2023-cü ildə Amerikan Texas şəhərində keçirilən dünya çempionatında birinci medal qazanmaqla lisenziya qazanmışdım. Onu qeyd edim ki, Şusanda idman növü üzrə dünya çempionatı 2 ildən bir keçirilir. Yəni 2 ildən bir keçirildiyi üçün çətin olur. 80-90-a yaxın ölkə iştirak edir. Qeyri-olimpiya idman növü olmasına baxmayaraq, Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanınan idman növüdür. Və çəkidə də rəqabət çox güclü olur. Əsas Asiya ölkələrində bu idman növünə maraq olduğu üçün Asiya ölkələrindən rəqiblər güclü olur. Mənim də rəqiblərim elə Asiya ölkələrindən idi. 2023-cü ildə mən yarım finalda Vyetnam idmançısı ilə qarşılaşmışdım və 3 raund döyüş oldu və 3 raundda mən ona cüzi xalla məğlub olmuşdum və buna baxmayaraq birinci medal qazandığıma görə mən dünya kubokuna dəvət aldım. Və bu dünya kuboku da bu yaxınlarda bayaq qeyd edədiyim kimi Çinin Jianjin şəhərində keçirilirdi. Mən də bu yarışda Azərbaycan Uşu Federasiyasının məşqçisi Rəşad İsayevin rəhbəri altında qatılmışdım. Yəni mən özüm məşqçi olmağına baxmayaraq məşqçiyə də hərdən məşqçi lazım olur ki, yarışlara hazırlaşsın. Ümumiyyətlə, məhdudiyyət varmı, yaş məhdudiyyəti bu idman növündə? Bu idman növündə əsas böyüklər arasında 18-40 yaş arasındadır. Yəni mənim də 34 yaşım var. Yəni hələ qarşıda vaxt olduğuna görə fürsəti dəyərləndirirsiniz. Əsas istəyirəm ki, fürsəti dəyərləndirim, ölkəmizi təmsil edə bilim. Uğurlar sizə bu yolda, yetəri qədər uğurlu nəticələriniz də var. Siz həm özünüz çıxırsınız, yarışırsınız, həm də sizin tələbələr, yetirmələriniz yarışırlar. Hansı halda daha çox həyəcan keçirirsiniz? Özünüz ringə çıxıb yarışanda, yoxsa tələbələriniz yarışanda? Gözəl sallanır. Maraqlıdır mənə də cavab. 2022-ci ildə İndoneziyada dünya çempionatı keçirilirdi. Mənim tələbələrim də orada iştirak edirlər. Mən həm də qeyd edilən kimi gənclərdən ibarət yığma komandanın baş məşqçisiyəm. Yəni məndə orada elə bir təəssürat yarandı ki, mən özüm döyüşəndə o qədər də məndə o həyəcan olmur. Amma tələbələrim döyüşəndə məndə həddindən artıq həyəcan olur. Elə ki, özün döyüşəndə o qədər hiss eləmirsən, amma tələbənin orada çıxıb döyüşməyə, sənin orada hər bir şeyi, yəni orada keçdiyin məşqləri, əziyyətləri, hər şeyi gözünün qabağına alırsan. Yəni tələbəyə nə öyrətmisənsə, o da orada onu göstərir. Yəni onu deyim ki, əsas tələbələr döyüşəndə həyəcanlanırsan. Deməli, onlar uğur qazananda da daha çox belə sevinci yaşayırsınız da. Bəli, çətindir. Elə yarışlar olur ki, düz içində mən tək iştirak edirdim, amma Yunanistanda keçirilən beynəlxalq turnirdə həm tələbələrim döyüşürdü, həm də mən özüm döyüşürdüm. Yəni bu çətindir. Elə bir vaxt yaranır ki, yəni tələbə döyüşüb çıxandan sonra sən döyüşürsən, ya sən özün döyüşməlisən, çıxandan sonra səndən sonra sənin tələbən döyüşür, çətin olur. Çünki həm tələbəni hazırlaşdırmaq, həm özünü hazırlaşmaq ola bilir ki, yəni sən hazırlaşdığın tələbə çıxıb uduza da bilər. O sənin psixoloji təsir edir. Döyüşdən çıxırsan, tələbə uduzdu, sən özün döyüşə girirsən. O sənin psixoloji təsir edir ki, uduzub. Sən elə bir momentlər yanıb ki, Avropa çempionatında iştirak eləmişik, tələbəm məğlub olub, mən ən güclü rəqiblə qarşılaşmışam.
o psixoloji təsir mənə birinci raundda məğlub olmağıma gətirib çıxarıb. Deməli Bəli. bu qədər. Siz Çətinləşdirib. motivasiyanı necə qoruyursunuz komandada ümumiyyətlə? O psixoloji hazırlıq bilirik ki, hər şeydən önəmlidir də. O deyir rəqibin gözünə baxıb əgər qalib olduğunu hiss edirsənsə, demək ki, elə də olur, hə? İnam məsələsi. Bəli, əsas məşqləri biz fiziki hazırlıq üzərində qururuq. Çünki bizdə güləş fəndləri olduğuna görə, yəni əl-ayaq güləş fəndləri olduğuna görə əsas fəndləri biz fiziki məşqlərin üzərində qururuq. Və idmançıları elə hazırlayırıq ki, indi biz özümüz də yarışlarda iştirak edirik. Biz Çindən gəlmişik, indi mayın 1-i 5-i Avropa çempionatında iştirak edirik. Yenidən Avropa çempionatına qayıdırıq, bəli. Yəni bu yarışlarda biz gedib o biri ölkələrlə də, yəni Asiya ölkələrindən iştirak edən idmançıların, məşqçilərlə də orada bizim söhbətlərimiz olur, onların məşqləri ilə maraqlanırıq. Yəni əsas idmançı düz deyirsiniz, psixoloji hazır olmalıdır. Yəni ola bilər ki, fiziki güclü olsun, ola bilər taktiki üstün olsun, amma psixoloji hazır olmayan idmançı heç vaxt çıxıb orada döyüş göstərə bilmir. Biz çalışırıq ki, idmançının da psixoloji hazırlayaq, onların problemləri ilə maraqlanaq. Yəni məşqdə bu söhbətlər üzərində, psixoloji hazırlıqlar üzərində məşqlərimizi qururuq və şükürlər olsun ki, yəni bizim o idmançılarla apardığımız söhbətlər yəni öz bəhrəsini verir. Onlar da çıxıb orada Azərbaycanı layiqincə təmsil edə bilirlər. Yəni nəticə göz qabağındadır. Siz ümumiyyətlə vurğuladınız orada əl hərəkətləri, ayaq hərəkətlərindən istifadə olunur. Ümumiyyətlə uşu idman növü ilə məşğul olmaq üçün hansısa bir dəstək verən digər idman növləri lazımdırmı, yoxsa elə birbaşa uşu idman növünə müraciət etmək mümkündür? Birbaşa müraciət etsələri valideynlər, biz düzdür, güləşdən gələn var, başqa digər idman növlərindən gələnlər var, amma yəni sırf sıfırdan bizim yanımıza gələn idmançıların üzərində biz daha yaxşı hazırlaşa bilirik. Neçə yaşdan sıfırdan gəlməlidirlər uşuya? Ümumiyyətcə 7 yaşdan yuxarı gəlsələr, yəni ki biz o idmançıları hazırlaya bilirik. Yəni bizim indi qarşıda da Azərbaycan çempionatı olacaq. 7 yaşdan yuxarı Azərbaycan çempionatı olacaq, İsmaildə olacaq. Yəni hal-hazırda da bizim idmançılarımız o Azərbaycan çempionatına hazırlaşırlar. Yəni bu sıfırdan daha yaxşı alınır. İdmançı da sıfırdan gəlsə başqa idman növlərinə yəni çətin olur bizim üçün onu hazırlaşdırmaq. Amma sıfırdan gələndə biz ümumi bilirik ki, harda nəyə hansı elementlər var ki, onlara öyrədəndə daha tez idmançı qabağa gedə bilir. Elçin bəy, bir məşqçi olaraq hansı prinsipləri dəyişməz hesab edirsiniz ki, bu sizin artıq qayda qanununuzdur ki, öz yetirmələrinizə də bunu aşılayırsınız? Ümumiyyətcə, əgər mən öz idmançıların da həmişə qabağında şərt qoymuşam ki, yəni idmançı olmaq istəyirsə ilk növbədə hər şeyə fikir vermək lazım. Yatmağa, durmağa, yəni bütün hər şeyinə fikir verməlidir ki, idmançı ilk növbədə disiplinli olmalıdır. Bəli, disiplinli olmalıdır. Əgər disiplinli idmançı gəlib medal qazanır, elə idmançılar da var ki, gəlirlər Dünya Avropa çempionatında medal qazanırlar, bir yerə qədər gəlirlər ki, ondan sonra başlayırlar. Arxayınlaşırlar. Bəli, arxayınlaşmaq olmaz. Yəni əsas odur ki, arxayınlaşmayasan, var gücünlə məşq eləyəsən. Çünki bayaq da qeyd etdiyim kimi, Dünya Avropa çempionatlarında, dünyada, Avropa ölkələrində bu idman növünə maraq artdığı üçün, yəni bütün ölkələr bu dəqiqə inkişaf edir. Bu idman növündə inkişaf var deyənə bizim üçün çətinləşir. Yəni biz də var gücümüzü qoymalıyıq ki, yəni medallarımızın sayını artıraq. Və sizə qoşulan idmançılarımız, təbii ki, siz də vurğuladınız ki, digər idman növlərindən gələnlər də olur. Davamlılıq prinsipini nə qədər qorurlar? Niyə? Çünki bəzən valideynlər idmana ona görə müraciət edirlər ki, müəyyən bir yaşa qədər aktiv olsun, sonra isə idmanı yarımçıq saxlamaq da olar, amma halbuki bunun üçün nə qədər zəhmət hədər gedə bilər? Bəli, elələri də var. Yəni elə idmançılar var ki, məqsədləri var. Yəni Dünya Avropa çempionatında yer tutsalar da geri dönmürlər. Belə idmançılardan biri də bizdə Əlil Amin var. Yəni dünya çempionatında birinci medal qazanıb. Bu yaxınlarda Avropa çempionatında çempion oldu. Erməni idmançısına qalib gəldi. Buradan onu da salamlayıram. Yəni qətiyyətli idmançıdır. 18 kiloqramdan mənim yanımdadır. İndi hal-hazırda 65 kiloqramdır. Yəni dayanmadan məşq edir, əziyyət çəkir. Bu idmançının məqsədi var. Amma elə idmançı var ki, məqsədi yoxdur. Gəlir, bu adama desinlər ki, bu idmançıdır. Çindən sumkanı alıb gəlir ki, mən idmançıyam. Yəni zala gəlir. Elələri də var, amma əziyyət çəkən qətiyyətli idmançılarımız da var. Demək, sevmək lazımdır da. Bəli, sevmək lazımdır, məqsədli olmaq lazımdır. Əsas idmançının birinci məqsədi olmalıdır ki, yəni səhər yuxudan durub mən məşqə gəlməliyəm. Mən çəkini salmalıyam, yəni çəki salmaq lazımdır, tez durmaq lazımdır, məşqlərə qatılmaq lazımdır. Bunların hamısı məqsədli olmalıdır. Yoxsa demək, rejiminiz də çətindir də Elçin bəy, hə? Biraz bir gündəlik rejimi belə. Mənə də maraqlı gəldi. Dedi səhər oyanmaq. Səhər necə oyanırsınız? Ümumiyyətcə mən özüm 2023-cü ildə 77 kiloqram idim. Bizdə dünya çempionatından təklif gəldi 2023-cü ildə. Yəni pandemiya olduğuna görə bir sıra yarışlar dayanmışdı bildiyiniz kimi. 2023-cü ildə biz Amerikan Texas şəhərində dəvət gələndə mən 77 kiloqram idim. Məşqçilərlə bizi məsləhətləşdik. Mən 60 kiloqramda ölkəmizi təmsil etməliydim. 77 kiloqramdan 17 kiloqram mən çəki saldım. Yəni bu 17 kiloqramı salmaqdan ötürü bütün günü rejimdə olmalısan. Yatmağı var, yeməyi və içməyi və. 3 ay ərzində mən 77 kiloqramı 60-a saldım.
Yəni rejimdə olmalısan. Bütün Niyə günü çəkini atmalıydınız? Yəni Uşuda çəki aşağı mı olmalıdır yoxsa? Bəli, mən həmişə ölkəmizdə 56 kiloqram çəki dərəcəsində təmsil edirdim. Yəni pandemiya olduğuna görə biraz çəkim də qalxmışdı. Məşqlərlə biraz arada vermişdik. Ona görə mən çəkim qalxmışdı. Amma 77 kiloqramdan 17 kiloqram salmaq, gedib orada ölkəni təmsil etmək 3 döyüş keçdim mən Amerikan Texas şəhərində keçən dünya çempionatında. Yəni çox çətin oldu mənim üçün. Çətin olmağına baxmayaraq, yəni məqsədimiz var idi. Yəni buna möhkəm iradə lazımdır. Yəni zala gələn idmançılar da görür ki, həqiqətən də Elçin müəllim dayanmadan məşq eləyir, gündə 2 dəfə məşq eləyir, əziyyət çəkir, idmançılarla yarışlara qatılır. Yəni bu onlar üçün də böyük bir motivasiyadır. Və ondan sonra da biz Çinin Jiangxi şəhərində keçirilən Dünya Kubokunda qatıldıq bu yaxınlarda. Bayaq da qeyd etdiyim kimi, yəni orada da çox yüksək səviyyədə Dünya Kuboku keçirildi. Mən ölkəmizi orada 60 kiloqramda yenə təmsil edirdim. Yəni gərgin döyüşlər keçdi. Mənim birinci döyüşüm Qırğızstan idmançısı ilə olmalı idi. Yəni bu yarışda dünyanın ən güclü idmançıları, dünya çempionatında medal qazanan idmançılarını dəvət edirlər. Yəni bizim də çəkidə 6 idmançı var idi ki, hansı ki dünyanın ən güclü 60 kiloqramda rəqabətli idmançıları idi. Mən də həmin idmançıların sırasındaydım. Qırğızstan idmançısı ilə idi mənim ilk döyüşüm. Qırğızstan idmançısı çox güclü idmançı idi. 2021-ci ildə Dünya Kubokunun qalibi olmuşdu. Yəni çox dünyada bizdə Dünya Kubokunun qalibi olmaq 3 səviyyədir. Artıq peşəkar idmançı sayırsan. Həm də peşəkar idmançı idi. Bu idmançı ilə biz 2017-ci ildə başda keçirilən İslam oyunlarında qarşılaşmışdıq. Bir dəfə mən ona qalib gəlmişdim. 2015-ci ildə dünya çempionatında isə o mən qalib gəlmiş. Yəni bu döyüşdə biz yenə də qarşılaşırdıq, amma bu döyüşdən o boyun qaçırdı, döyüşü gəlmədi. Mən birinci döyüşü qalib hesab olundum. İkinci döyüşdə isə mənim döyüşüm Vyetnam idmançısı ilə idi. Vyetnam idmançısına mən cüzi xalqla məğlub oldum, amma məğlub olmağıma baxmayaraq bronz medal qazandım. Yəni bu da böyük bir nəticədir. Dünya Kubokunda Azərbaycanlı olaraq bir neçə ölkənin içərisində, yəni bu medalı gətirmək çox böyük bir nəticədir. İndi bizi qarşıda, bayaq da qeyd etdiyim kimi, may ayının 1-dən 5-nə qədər Yunanistanın Heraklon şəhərində Avropa çempionatı gözləyir. Yığıma komanda olaraq yəni bu yarışa ciddi hazırlaşırıq. Gözləntilərimiz də var. Həmən yarışda biz yeniyetmə idmançılara əsas üstünlük verəcəyik. Yəni əsas biz yeniyetmələrə ona görə üstünlük veririk ki, yeniyetmə idmançılar Avropa çempionatlarında, dünya çempionatlarında iştirak etməlidirlər və hər hansı bir yerə gəlib çatmaq üçün peşəkarlıqlarını artırmaq üçün bu yarışlardan keçməlidirlər. Biz sizə də, sizin yetirmələrə də uğurlar arzulayırıq Elçin bəy. Çox sağ olun ki, gəldiniz. İnanırıq ki, sizin çıxışınız da motivasiya oldu. Bəlkə hansısa gənclər izləyirlər, yeniyetmələr baxırlar və onlarda maraq oyandı idman növünə. Qoy idmanla məşğul olsunlar, sağlam həyat tərzi, sağlam vərdişlərə yiyələnsinlər hələ gənc yaşlardan. Təşəkkür edirik, müvəffəqiyyət arzuluyoruz. Biz sizə təşəkkür edirik və Elçin bəy də az öncə vurğuladı. Əgər siz də valideynlər ola bilər, bizi izləyirlər, uşaqların bu idman növünə marağı varsa, artıq 7 yaşından yuxarı uşaqları siz bu idman növünə yönəldə bilərsiniz. Elçin bəy, biz sizə həm də təşəkkür edirik gözəl nitqinizə görə. Çünki bu sevindirici bir haldır ki, bax, uğurlarınızı, gördüyünüz işləri belə gözəl şəkildə təqdim etməyi də bacarırsınız. Bir daha vurğulayaq ki, Uşu üzrə gənclərdən ibarət yığma komandanın baş məşqçisi, Uşu üzrə 6 qat Avropa çempionu Elçin Eminov bizlə bərabər edib. Sağlam qalırıq, idmanla qalırıq elə. Bizim proqramla da qalın. Niyə? Çünki irəliyən dəqiqələrdə də sizə təqdim edəcəklərimiz var.